Suallarım bitdi Səbuyi. Amma sənlə daha. Qarşınızda Səbuyi ustadır, bizim permanent ustamız və yox, mən deməyim, Səbuyi usta desin. Hansı texnikaları bilirsiniz? Liner çəkirəm, kibrit dibi çəkirəm, pudra effekti, ten effekti, dodaq, bir də implant, arada sushi də edirəm. Sushi yeyərsiz, etmərsiniz. Bu qədər texnika, beyniniz qarışmır. Yox, əvvəlcədən təbii ki, bilirəm nə etmək edəcəm. Arada görürsən ki, beynim qarışır, liner əvəzi dodaq edirəm. Texnika bu qədərdir, saydınız nə qədər. Hansını daha çox zövqlə çəkirsiniz? Para. Pullu olanı. Ağrıya dözmək falan necə? Ağrı yoxdur. Ağrı deyilən şey mən heç bilmirəm nə deməkdir o. Neçə il işləyirsiniz? 7 ildir ki, 8-ci ilə keçirik. Yorulmadı siz? Eyni liner, qaş, dodaq. Yoxsa bu zövq verirsə? Yox, bilirsiniz, hər ildən daha da texnika yenilənir və hər ildə öyrənirəm. Yeni şeylərdən öyrənirəm. Bu illərdə 7 ildir işləyirsiniz. Maraqlı nəsə hadisə olubdu? Bir dəfə özüm yıxılmışam. Stol çıxıb altımdan yıxılmışam. Yəni səmimi deyim sizə. Çox gülməli idi əslində. Güya ki, eləmişəm ki, nəsə axtarıram. Üstəlik də həmin o videonun parçasını çıxartmışam. Narazı olan müştəriləriniz olub? Bu nədir? Nə sözdür ki o? Narazı sözü biz bilmirik. Müştərilərinizə nə deyərsiniz burdan? Belə yeni il gəlir, gözəl il gəlir. Çoxlu pul qazanın. Sonra can sağlığı, sonra da xoşbəxtlik arzu edirəm hamımıza. Bəs usta olaraq sizi seçsinlərmi? Başqa usta var ki.